Görürsən qardaş. Müştəri gəlir mənə deyir ki, dəri ayaqqabı var. Deyirəm, var. Bax belə qəşəng dəri ayaqqabılarımız var 30 manata. Bunu göstərirəm çeşidləri ilə. Bax nə cür istəsən dəri ha. Bir də səliqəyə bax ayaqqabıdakı. Sonra göstərirəm ki, gəl bura. Deyirəm qardaş, bax belə ayaqqabılarımız da var. Bax buna bax, hər biri dəridir. Bax bunlar da 35-ə. Bax dəri ayaqqabılar 35-ə. Belələri də var, beləsi də var. Niyali tapdıqla. Müştəri mənə qayıdıb nə desə yaxşıdır. Deyirəm, məzələnmədir, 30-35 manata dəri ayaqqabı olur. Deyir, anlaman eləyirsən, deyir, alverçin anda olmur. And ismirsən, deyir, bax görsən, qorxur and isməyə. Mən də nə qardım, qardaş? Silahımı çıxartdım. Götürdüm bunu, dedim, yandıracağım, xeyri yoxdur. Bax, görürsən, qardaş. Gördün? Pingvin dərisidir ha, promo. Gəl o birisilə yandıracağım. Gəl görüm. Bu silahı aldımsa deməli bunu məhv eləmək lazımdır. Hasını yandırım. Hasına xoşum gəlmir. Bu nətərdir? Gördün? Odda yanmaz, suda batmaz, ayaqqabı axtarırsansa qardaş bu qışın günündə. Ancaq gəlirsən tuelmenə.